MİQ imtahanda ibtidai sinif müəllimləri üçün istifadə olunmuş belə bir suala baxaq. Deməli, ABC üçbucağı verilibdir. A bucağı düz bucağın 18'də 5 hissəsidir. B bucağı isə A bucağının 3 qatını təşkil edir. Bizdən C bucağının ölçüsünü soruşur. Biz ABC bir üçbucağı çəkək və bu ixtiyari bir üçbucaqdır. Deyək ki, bura A'dır, bura B'dir, bura isə C'dir. Bizə deyir ki, bucaq A bərabərdir düz bucağın 18'də 5 hissəsi. Birinci bilmək ki, düz bucaq neçə dərəcədir? Düz bucaq 90 dərəcədir. Yəni, bucaq A bərabərdir 90 vurulsun 18'də 5. Burada 18 ilə 90 ixtisar gedir. Buralar 5. Bu da bərabərdir 25. Deməli, A bucağının ölçüsü 25 dərəcədir. Və deyək ki, bucaq B isə bucaq A-nın 3 qatıdır. O zaman mən bucaq A-nı 3'ə vurmalıyam ki, bucaq B-ni tapım. Bucaq A neçə dərəcədir? 25. 3 vurulsun 25 bərabərdir 75 dərəcə. Deməli, bucaq B isə 75 dərəcədir. Bizdən bucaq C-ni soruşur. Bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. O zaman mən bucaq C-ni tapmaq üçün 180-dən çıxmalıyam bucaq A ilə B-nin cəmi. Yəni 75 də 25-in cəmi. Bu da bizə 80 vermiş olar. Deməli, doğru cavabımız 80 olacaqdır.